Gəlin sizinlə belə bir maraqlı tapşırığa baxaq. Şəkildə neçə üçbucaq var? Bu tapşırığı iki fərqli üsulla işləyə bilərik. Bir qayda var, o baxımdan buna iki qayda gedəcəkdir. Amma ümumi qaydası, yəni bütün hamısı üçün keçərli olan belə bir strategiyadır. Sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə düz xəttim var. Kombinezon 9-dan 3-dən çıxıram. Kombinezon belə 1, 2, 3, 4, 5 dənə kombinezon 5-dən 3 çıx. Beləsinə təkrarları da içində saymaq şərti ilə 5 dənədir. Kombinezon 5-dən 3 bu bərabərdir. 9-dan 3, 9 faktorial böl 3 faktorial vur 6 faktorial çıx. 5 faktorial böl 3 faktorial vur 2 faktorial çıx. Yenə 5 faktorial böl 3 faktorial vur 2 faktorial. Bu da bərabərdir. 6, 9 getsin. 7, 8, 9, 3 faktorial 6'dır böldükdə 84 çıx 10, çıx 10. 64 dənə belə bir şəkil formasından üçbucaq formalaşdırmaq olar. Amma bir qısa strategiya deyim. Baxın, əgər ki adlandıracağım bunu A, B, C. Burada A ilə B təpəsindən çıxıbdır da düz xətlər. Düz, həm A-dan həm B-dən çıxan düz xətlərin sayı eynidirsə, onda ən çıx birim kubu. Baxıram, 1, 2, 3, 4, 5. 5 çıx birim kubu. Yəni 64 dənə üçbucaq var. Çünki burada beləsinə də 5 dənədir, beləsinə də 5 dənədir. Ən çox birim kubu ilə işləmək olar.